Yay tətilinin son günləridir. Ümid edirəm bu yay hər birimiz üçün gözəl keçib. Artıq yavaş-yavaş hamı öz rutin həyatına qayıdır. Məktəblər açılır, iş rejimi başlayır və gündəlik stres yenidən həyatımıza daxil olur. Amma məncə məhz indi bir şeyi düşünməyin vaxtıdır. Gələn il necə daha ağıllı və daha sərfəli səyahət edə bilərik. Çünki bugün artıq demək olar ki, hər sahədə texnologiya inkişaf edir. Turizmdə də bundan geri qalmır. Məncə müasir dövrdə səyahəti edən insanın sadəcə tur paket alması yox, səyahətini əvvəlcədən planlaması və imkanları düzgün istifadə edən biri olması daha vacibdir. Məhz buna görə də mən səyahət klubundan istifadə edirəm. MW Airlife platformasında otel, uçuş və digər səyahətlər imkanları bu sistemdə üzərində araşdırmaq, seçimləri müqayisə etmək və səyahəti əvvəlcədən planlamaq mümkündür. Səyahətə pul xərcləməkdənsə çox səyahətin ağıllı şəkildə planlamaq, öyrənmək lazımdır.